İnsan resursları üzrə iş var yoldaşlar. Bu əlbəttə ki, gənclər üçündür yoldaşlar. Belə deyim, bu sahəyə yeni addımlamaq istəyən şəxslər üçündür. Təcrübə proqramıdır yoldaşlar. 2 dənəsindən bəhs etmək istəyirəm. Əgər kimsə bu sahədə qətiyyətlidirsə, bu sahədə təcrübə və bilik qazanmaq istəyirsə, bilik və yaxud da mövcud bilik bacarıqlarını inkişaf elətdirmək istəyirsə, həmin şəxslərə uyğundur. Gənclər üçün uyğundur daha doğrusu. Misal üçün, onlardan biri aylıq əmək haqqısı 200 manat olan 2 aylıq bir təcrübə proqramıdır ki, həftə içi 5 gündür və iş saatı da saat axşam 5-dən axşam 8-ə kimidir. Bu, belə bir variantı var. Xətai metrosu yaxınlığındadır. Bu bir variantdır yoldaşlar. Əgər bura müraciət eləmək istəyirsinizsə, onu götürə bilərsiniz. Bir də SM Consulting adlı şirkətdə kadrlar üzrə təcrübəti işi var. Burada isə misal üçün orta ixtisas təhsiliniz varsa, heç olmasa, kompüterdə sadə istifadə bacarığınız varsa, öyrənmə həvəslisisə müraciət edə bilərsiniz. Bu daha çox sərf eləyir, nəinki o birisi. Düşünürəm ki, burada daha az rəqabətdir və burada daha çox vəd verilə bilər sizə bu SM Consulting olanda. Bu işlərə də müraciət etməkdə dəstək istəyirsinizsə, ümumiyyətlə, bu arada qeyd edeyim ki, misal üçün, birinci variantda bir təxminən ola bilsin 30 yaşa, 35 yaşa qədər, 30 yaşa qədər, 35 yaşa qədər olan şəxslər müraciət eləsin. Heç biri yaş həddini qeyd eləməyib yoldaşlar. Mən sadəcə əlavə bir bilgi olaraq sizin nəzərinizə çatdırırım. Bu işlərə də müraciət etməkdə dəstək istəyirsə, və ya digər işlərlə də tanış olmazsınızsə, ümumiyyətlə iş tapa bilmənizdə çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, kanala daxil olun, doğrulayıcılarla kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.